Salam dostlar, salam əziz qardaş və bacılar, necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neymişsiniz, çalışırsınız. Oxuyuram sizin çox sayılı WhatsApp-ma yazılarınızı, mesajlarınızı oxuyuram. Vaxtım olduqca tədricə sizə cavab da verirəm, çalışım hamısını cavabsız qoymayayım deyə. Bilirsiniz, bəzən mən siz üçün teorema ilə danışmıram, anlatabildim mi? Mən sizin dildə sizi başa salmaq istəyirəm, loru dilində. Mən teorema ilə danışanda əvvəllər elə danışırdı. Birincisi, mən Azərbaycanda oxumamışam, yəni Azərbaycan sektorunu qutarmamışam, mən Rus sektorunu qutarmışam, bilənlər bilirlər. İkincisi, oxumuşamsa da Azərbaycan dilində təmiz bilirəm. Bakıda doğulmuşam, təbii bilməliyəm. Teorema ilə danışanda əvvəllər elə danışırdım xəstələrlə. Bunlar deyirdi ki, doktor, biz sizi anlamırıq, siz nə demək istəyirsiniz. Bax, burada nə demək istəmişsiniz, burada nə demək istəmişsiniz. Bu biraz vaxt aparırdı. Həm də ki, görürdüm ki, xəstələr elə bir şeylərə, nə bilim, biraz soyuq yanaşırlar. Yəni, teoremanı düz başa düşmürlər kitab dilində və ona görə başladım loru dilində. Siz üçün həm çəkilişləri loru dilində eləyirəm. Mən artıq 7 ildir, 8 ildir YouTube kanalım var idi mənim. YouTube kanalında fəaliyyət göstərirdim. İndi TikTokla başlamışıq bir neçə vaxtı. İndi loru dilində bu sizi başa salıram, anlatabildim mi? Və mən nəyə görə deyirəm teorema ilə mən danışmıram? Çünki mən dursam, panik atak sizin düşüncə pozğunluğunuzdan irəli gələn bir şeydir. Nə bilim, filan şey filandır, bəsməkən fobiyalar belə filan. Bunu danışsam, bu təbii şablondur. Yəni, biz bunları oxumuşuq. İkincisi də siz onu başa düşməyəcəksiniz. Mən çalışıram sizin içinizə girim, anlatabildim mi? Çünki mən özüm uzun müddət xəstə olmuşam. Mən elə bu sənətə, bu xəstəliyimin ucbatından gəlmişəm, tamam mı? Yəni, mən bunun hələ Azərbaycanda elə bir kəs yoxdur. Mənə yazsın, elə bir simptom desin ki, o məndə olmasın. Anlatabildim mi? Və yaxud məndə elə bir simptomlar olub ki, hələ Azərbaycan xəstələrində elə bir simptom redka halda, yəni çox nadir hallarda rast gələ bilərəm. Anlatabildim mi? Yəni, Raspuşinli vaxtı idi. Yəni, bir var, mübarizə aparırsan xəstəliklə, mübarizə aparırsan, çalışırsan, özünü ələ alırsan, yığışdırırsan, həkimə gedirsən, karbol içirsən, nə bilim, onu içirsən, bunu içirsən, mübarizə aparırsan, anlatabildim. Mən mübarizə aparmamışam. Mən tam təmiz onu bıraxırdım, Raspuşinli. Görüm, bu simptomun axırı nə olacaq? Anlatabildim mi? Daha da dərinləşdirdim. İndi deyirsiniz ki, siz buraxmışsınız, vecinizə almamışsınız, ona görə çıxmışsınız palajenidən. Xeyr. Əksinə, düşüncələri, avtomatik düşüncələri daha bir düşüncə olanda siz bilirsiniz də, o düşüncənin içindən bir düşüncələr doğulur. Anlatabildim mi? Düşüncələr düşüncələri gətirir, gedirsən, düşürsən labirintə, onda panik atak gəlir. Anlatabildim mi? Və məndə panik atak gəlirdi, bu məndən çıxırdı. İndi sakitləşməlisən axı. Məndə sakitləşmə yox idi. Mən təzdən onu kurtit eləyirdim başımda, fırladırdım, valı eyni şeyi yaşayırdım. Yəni, görüm ki, bunun axırı nə olacaq? Yəni, çözmək istəyirdim onun sözünü açılıb. Anlatabildim mi? Çözürdüm ki, görüm hələ, bu nədir? Bu məni öldürəcək, bu məni şikəst eləyəcək, infarkt eləyəcək, insult eləyəcək, rak eləyəcək, axır neynəyəcəksə eləyəcək. Düzdür, mən 9 ay pasteldə yatmışam. 9 ay. Artıq hər şeylə üzülüşmüşdüm. Yəni, ailəni görmək istəmirdim, uşaqlarımı görmək istəmirdim, cəmiyyəti görmək istəmirdim. Ümumiyyətlə, halım yox idi ki, o dərəcədə məni yıxmışdı, zəiflətmişdi. Mən 70-80 kiloydum o vaxtda, cavan uşaq idim də. Düşmüşdüm 40 kiloya, даже 40-dan da aşağı idi. Mən artıq yorğun döşəkdə idim. Mən heç nə
yemək yeyirdim, nə su ilə belə yalancadan bulka alırdım, bir damcı licvdə nəsə belə bir şeylər. Yəni yemək zat konkret yeməyə uca nifrətim oyanmışdı. O dərəcədə yəni kəskin şəkildə idi. Mən 9 ay pastelin rejimdə olmuşam və yuxu yatmamışam. Yuxuları ancaq günorta 1 saat yata bilirdim mən. O da yanımda adam olanda. Məsələn, yoldaşını çağırırdım yanımda otururdu və o 1 saatı mən yürüyürdüm. Yəni o halları mən yaşamışam. İndi ki siz yaşayırsınız. Ona görə mən sizin içinizdən biriyəm. Nə olsun, mən indi oxumuşam, mən bütün sənət budur, başım çıxır, detallarını bilirəm. Mən nəinki bunun, bütün xəstəliklərin detallarını bilirəm və bilənlər bilirlər ki, mənim hissiyatım da güclüdür. Mən insana, hətta mən öz gələcəyimi də görürəm və indiyənə kimi nələr görmüşdümsə onlar da yəni həyata keçirilib. Deməyim ondadır ki, mən sizin içinizdən biriyəm. Tamam mı? Mən oxuyayım, gəlim, radi pula görə başlayayım, siz üçün bu şeylə, qayda ilə gedim, deyil. Bilsiz, o oxumaqlar başqadır, orada texnologiyalar başqadır. Bir var ki, sən özündən texnologiyalar, artıq mən başlayırdım, həm oxuyurdum o vaxtlar, mən başladım oxumağa, həm üzr istəyirəm, həm də özümdən texnikaları. O texnikaları işlədirdim, bir balaca dəyişikliklər də eləyirdim texnikalarda, görüm bu mənə uyğun gəlir, bu düzəldəcək, yoxsa yox. Gördüm, aha, bunun effekti daha yaxşıdır, bizə nə öyrənmişlər, mən nə oxumuşam, anlatabildim mi? Yəni, bu cürlə mən özümə gəlmişəm və mən bunun artıq 30 ildən yuxarıdır ki, bunun içindəyəm və bir, nə qədər deyim, xəstələrim olur. Yəni, mən artıq o danışanda mən bilirəm ki, bu xəstə nədən danışır və hansı hisslər keçirdir. Anlatabildim mi? Yəni, görənlər, məni tanıyanlar və yaxud görənlər indi düşünərlər ki, bu bir balaca başqa psixologlardan, psixoterapevtlərdən fərqli danışır. Mən çəkilişi, kamera, reklam filan belə eləmirəm. Mənim məqsədim sizə kömək eləməkdir. Anlatabildim mi? Yəni, mənim məqsədim TikToker deyiləm, mən nə deyiləm, reklam rolikləri çəkim, xalat geyinim filan edim. Yəni, belə şeylərlə mənim aram yoxdur və onu eləmək hələ ki fikrim yoxdur. Anlatabildim mi? Çünki mən çox nadir psixolog, psixoterapevtlər olar ki, məni qədər bilsinlər. Mən istəyirəm ki, insanlara yardım edeyim, yəni həqiqətən yardım edeyim. Boş-boş, yəni bədlər. Özdə mənim texnologiyam tam başqadır, yəni çox fərqlidir. O sizə uyğundur. Yəni, baxın, ailəvizdə məsələn problem var, elə bir şeylər var ki, onu nəinki psixoterapevtə, psixoloqa, yəni mən elə şeylər çıxarmışam ortalığa. İnsan təşviş həyəcanlı insandır. Psixoloji pozuntusu var. Və kompleks şəkilində bu xəstədir, əziyyət çəkir, depressiya içindədir. Və danışmır. Yəni, bu danışmasa mən bunun şur altını yoxlaya bilmirəm. Nə qədər versəm də sual, bu qaçırdır ora-bura. Yəni, ilminin nədir məqsəd, onu demir. Anlatabildim mi? Amma mənim texnologiyam, indi elə bir texnologiya ilə işləyirəm ki, yəni özümə məxsus və kimdə bu Azərbaycanda nadir hallarda olar. Mən bilirəm ki, siz utanmadan o şeyləri mənə deyir ki, elə şeylər var ki, həqiqətən onu heç kəsə demir. Yəni, onu kimsə bilsə, yəni bu və yaxud utanır demir və yaxud qorxur demir. Anlatabildim mi? Və biz ondan öyrənirik, görürük ki, səbəb budur. İndi mən açıqlamıram nə səbəblər, dəhşətli şeylər görmüşəm mən. Yəni, bunu bu cür eləyirlər. Yəni, utanmadan utanmayacaqsınız, çəkinməyəcəksiniz, rahat oturacaqsınız, çay qabağınızda, yemək qabağınızda və məndən söhbət eləyəcəksiniz. Bir saat dərdinizi danışacaqsınız, bölüşəcəksiniz, mən də sizinlə işləyəcəm. Tamam mı? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun, sağ olun, sağlıqla qalın.